Hər bir insanın özünün özünə belə etiraf etmədiyi və etiraf etməkdən qorxduğu gizli arzuları var. Biz onu Sigmund Freud olaraq tanıdıq, amma əslində Sigmund Shlomo Freud. Özünün etiraflarında yazırdı ki, 16 yaşıma qədər nevrozdan əziyyət çəkirdim. O belə bildirirdi ki, psixoterapiya bir insanın hekayəsini başqasına danışması və daha sonra həmin hekayəni dəyişməyə çalışmasıdır. Travma, uşaqlıq, uşaqlığın daha sonrakı yaşlarda təsiri, bunların hər biri baxaq eyni Freudun həyatıdır. Onun qızı hər zaman Anna deyirdi ki, mən Freudun davamçısıyam, onun ruhunun varisiyəm. Sevgilisində yaşaya bilmədiyi sevgini Annanın üzərinə köçürüb. Edip Elektra kompleksi haqqında yaratdığı həmin o nəzəriyyənin kökündə Freudun özünə dayanan bir kök səbəb var idi. Özünün Edip kompleksindən əziyyət çəkməsi idi. Bir çox mənbələr onun özünün də homoseksualizmdən əziyyət çəkdiyini yazırdı. Həyat yoldaşının bacısı ilə bir münasibəti vardı. Hər bir insanın özünün özünə belə etiraf etmədiyi və etiraf etməkdən qorxduğu gizli arzuları var. Bu cümlə ilə efirimizə başlayırıqsa, deməli, həmkarım Heyran İbrahimlə bərabər yenə də psixoanalizdəyik və bugün Sigmund Freuddan danışacağıq. Sigmund Freud və onun həyatı. Xoş gördük Heyran. Hər vaxtınız xeyir olsun, dəyərli izləyicilərimiz. Zəhra, xoş gördük səni də. Bugün həqiqətən də çox gözəl bir mövzu seçmişik. Bir zamanlar mənim də, sənin də, digər həmkarlarımızın da bu verilişə baxan, psixologiya sahəsinə gəlmək istəyən və psixologiya sahəsində olan bir çox mütəxəssislərin zaman-zaman Freuda olan sevgisi onu həmin bax bu yola gətirib çıxardır. Mən bunu özüm haqqında sadəcə deyə bilərəm ki, mən həqiqətən də ona qarşı olan aşırı bir sevgimlə bu sahəyə yönəldim. Zaman-zaman onun həyat təcrübələrini, onun həyat və yaradıcılığını incələyərək bu sahədə qaldım. Düzdür, daha sonra isə daha çox Adler tərəfə yönəlsəm də, yəni individual olaraq yanaşma tərzi etdim. Amma ona qarşı olan o sevgim, istəyim, onun həyat və yaradıcılığını incələmək heç bir zaman məndə tükənmədi. Nə qədər ki, daha sonra biz Jung'un həyat hekayəsini bilmişik, onun psixoanalizdə olan rolunu bilmişik və s. Amma əsas biz Freud məktəbindən gələn insanlarıq. Freudun davamçıları da deyə bilərik hətta. Nə qədər də digər terapiya metodlarından istifadə etsək də, nə qədər yeni müasir terapiya metodlarından istifadə etsək də, amma yenə də seanslarımızın bir 50% demək olar ki, Freudun elə psixoanalizi ilə bərabər gedir. Yəni onun terapiya metodları ilə gedir. Elə necə ki, bir insana seans keçiriksə, onun uşaqlığı ilə bağlı araşdırmalar ediriksə və daha sonra yeni müasir terapiyalardan istifadə ediriksə, bu Freudu unutmadığımız deməkdir. Zəhra, səncə bütün terapiyalar daha sonraki illərdə psixoanalizdən sonraki məktəblər hər biri psixoanalizə dayanmırmı? Kökən olaraq, yəni gedib kökünə baxsaq, bütün terapiyaların kökündə hardasa psixoanalizdən bir incilərlə rastlaşa bilirik. Hər dəfə yeni bir metodlar yaranır, hər dəfə yeni terapiya növləri yaranır, amma kökü yenə də Freuda gəlir. Gör nə qədər uzaq görən bir insan olubsa, nə qədər mən yeni terapiya metodu kəşf etmişəm deyən insanlar belə yenə də kökü gəlib çıxıb Freuda. Və 1856-cı il Avstriyanın Freiberg şəhəri, indiki Çexiyada, Çexiya yaxınlığında bir Yəhudi ailəsində bir oğlan uşağı dünyaya gəlir və həqiqətən də onun çox sonraki gələcəyində deyərdim ki, bəşəriyyət tarixində, psixologiya tarixində çox dönüş yaradacaq bir insan dünyaya gəldi. Anası ona qızıl saçlı oğlum deyirdi və həqiqətən də onu günəş olaraq görürdü ki, doğrudan da o bir psixologiyada psixoanalizin yaradıcılığında, psixoanalizin əsasını qoymasında və bəşəriyyət tarixində həqiqətən də bir günəş rolunu oynadı. Və çox sonraki illərdə onun yazılarına baxanda sırf olaraq bu sahədə işlətdiyi bir neçə cümlələr var idi ki, deyirdi ki, anam mənə qızıl saçlı oğlum, günəş oğlum deyirdi və hər zaman da məni tədqir edirdi. Mənə inanırdı ki, mən səndə bir gələcək görürəm,
sən bacaracaqsan. Və bu gün mənim həqiqətən də bir Freud olmağımda, anamın çox böyük rolu var. Biz onu Sigmund Freud olaraq tanıdıq, amma əslində, Sigismund Shlomo Freud. Yəni bu onun, əsl adı idi. Bayaq vurğuladığım kimi yəhudi kökənli olduğu üçün daha sonrakı illərdə bilirsiniz ki, faşizmin, nasistlərin bir, basqısı, bir həmin o müharibə illərində yəhudiləri sıxışdırdıqlarından dolayı hətta yəhudilərin gülməli bir, yumoristik bir, obrazları var idi. Ki hansı ki həmin o obraz Sigismund adını daşıyırdı. Freud 16 yaşına çatan kimi özünə söz vermişdi ki, yəni bu adı dəyişəcəm. 16 yaşına çatan kimi həmin adı dəyişdirir. Sigismund adını dəyişdirir və özünə Zigmund adı götürür. Özünün etiraflarında yazırdı ki, 16 yaşıma qədər nevrozdan əziyyət çəkirdim. Sırf olaraq da çox uşaqlı bir ailədə doğulmuşdum, dünyaya gəlmişdim. Ailənin son beşiyi idi və o evdə hansı ki ata çox avtoritet bir ata idi. Ana ilə atanın arasında 21 yaş fərq var idi. Freud ən kiçikləri olduğu üçün onu sanki bir ərkəsöyün deyirik də biz, belə böyüdürdülər və evdəki digər həmin o 7 uşaq sırf mənə görə, misal üçün musiqi ilə məşğul olan uşaqlar, qardaş bacılar, sırf mənim dərs oxumağım üçün həmin o musiqi saatları dayanırdı ki, mən yaxşı bir dərsimi oxuyum. Çünki gələcəyimi bir başqa bir aspektdə görürdülər. Düzdür, uşaqlıq dönəmlərində özünü hüquqşünas olaraq görürdü. Nədənsə düşünürdü ki, hüquqşünas olacaq. Amma onun həyatında dönüş nöqtəsini, dönüş rolunu oynayan nə oldu? Hötenin və Darwinin nəzəriyyələri dayanırdı ki, hansı ki, məhz belə vurğulayırdı ki, mənim daha sonra isə nevrologiyaya yönəlməyim, mənim sırf tibb sahəsinə yönəlməyimin kökündə Darwinin və Hötenin əsərləri çox böyük bir rol alırdı. Və daha sonra isə artıq fikirlər dəyişir, tibb sahəsinə yönəlir, özünü biologiyada özünü çox görür, yəni orada araşdırmalar davam edir. Tibb sahəsində özünü görür, nevrologiya sahəsinə və tibbə qəbul olur və bir həkim, nevroloq olaraq fəaliyyət göstərməyə başlayır. Və bayaq dediyim kimi 16 yaşa qədər nevrozdan əziyyət çəkirdim və bu nə zaman baş verdi? Nə zaman dayandırıldı? Sırf olaraq da atam dünyasını dəyişdikdən sonra. Hər zaman Zəhra, mən ümumiyyətlə bilirəm ki, səndə də belədir. Hər bir nəzəriyyəçinin irəli sürdüyü nəzəriyyənin kökənində hansısa bir özünə dayanan bir tərəflər var. Bax elə Carl Gustav Jung'a da baxsaq, Adlerin individual nəzəriyyəsinə də baxsaq, tutaq ki, natamamlıq kompleksinin əsasını qoymasına da biz baxsaq və yaxud da Freudin özünün Edip Elektra kompleksi haqqında yaratdığı həmin o nəzəriyyənin kökündə Freudin özünə dayanan bir kök səbəb var idi. Özünün Edip kompleksdən əziyyət çəkməsi idi. Həm Edip Elektra kompleksi olsun və yaxud da şüuraltının mexanizmləri olsun, Bəli. Freud bir çox töhfələri verib. Nəinki psixologiyaya, eyni zamanda klassik ədəbiyyat olsun, Yunan və İbran dillərini daha yaxşı bildiyi üçün eyni zamanda klassik ədəbiyyata da öz töhfəsini verib. Şüuraltının gücü, şüuraltı mexanizmləri, bunların hər biri hardan yaranır? Təbii ki, bir ananın övladına mənim günəş oğlum deməsi, ona Bəli. inanması və şüuraltı olaraq ona sən nələrisə bacararsan deməsi və öz övladına inanması təbii ki, həmin o uşağın beynində də şüuraltı olaraq inanc yüklənmişdi. Eyni zamanda Edip Elektra kompleksi, daha sonra yuxu yozmaları, bizim aidimiz, eqomuz, super eqomuz, bir çox sərbəst assosiasiyalar, eyni zamanda danışıqla terapiyalar, travma, uşaqlıq, uşaqlığın daha sonrakı yaşlarda təsiri, bunların hər biri baxaq, eyni Freudin həyatıdır. Freud hansı problemlərdən əziyyət çəkib, özü kokainlə təcrübələr aparıb, eyni zamanda həmin o insanlara qarşı depressiyada morfinin asıllığını yoxlayıb və bu kimi şeylərin hamısı sırf bir insanın həyatı ilə bağlı olan bütün problemlərini
yaşadığı o travmaları necə assosiasiya etdiyi, travmaların üzərinə gedərək necə sağaltdığı, özünün belə bəzən özündə sağalda bilmədiyi nüanslar olub ki, seanslarda bununla rastlaşıb və insanlara yardımcı olub. Çox yaxşı bir məqama vurğuladın Zəhra, həqiqətən də. Bir sonrakı yazılarında onun, məsəl üçün mənbələrdə baxanda mən özüm Edip kompleksindən çox böyük əziyyətlər çəkmişəm. Yəni uşaq ikən həmin bunu bir digər də verilişlərdə danışmışdım. Qısa bir xatırlatma olaraq deyəcəm. Uşaq vaxtı Edipdən əziyyət çəkirdim. Anamı qısqanırdım və anam, hər zaman atamın gəlişini evə gözləyirdi ki, axşam evə gələcək. Mən də, o saatlarda özümü xəstəliyə vururdum. Özümdən qeyri-ixtiyari olaraq baxırdım ki, 3-4 yaşlarım var idi. Analiz edəndə daha sonra mən gözləyirdim ki, həmin o saatda anam hər kəsi yerinə salır, uşaqları yedizdirir, hamını yerbəyer eləyir, belə deyək. Daha sonra isə mənim otağıma gələndə mən onun mənim yanımda qalmasını çox istəyirdim ki, atam tərəfə yönəlməsin, öz otağına getməsin. O zaman qızdırmam qalxırdı, ağlayırdım, sanki mədəm bulanır, bu kimi simptomlar göstərirdim, sərgiləyirdim və anam səhərə qədər mənim yanımda qalırdı, o biri digər otağa keçmirdi. Bu formada da daha sonrakı illərdə o psixoanalizə yönələndən sonra, belə deyək, psixologiyaya yönələndən sonra isə Edipin, Edip Elektranın əsasını qoydu. Və onun, həqiqətən də psixologiya sahəsinə yönəlməsi, bax o bir həkim olaraq özünü görürdü. Bir tibbdə olaraq, bir nevroloq həkim olaraq özünü görürdü. Amma yetinmirdi və daha çox insanı analiz etmək, öyrənmək, insanın şuuraltında baş verənləri öyrənmək, insan, psixikasının necə dərin, bir sahə olduğunu, insanın, sərhədlərə və çərçivələrə sığmayan bir varlıq olduğunu iddia edirdi. Təbii ki, həmin o illərdə, Şarko məktəbi var idi Fransada. Freud, anası onu daha çox, ruhlandırırdı. Yəni, çünki həmin o dönəmlərdə bilirsən ki, hipnoz çox moda idi, belə deyək, dəb idi. Bir Libo məktəbi var idi, bir Şarko məktəbi var idi, bir çatışmalar var idi öz aralarında. Həmin o dönəmlərdə nə baş verirdi? Anası onu ruhlandırdı. Sən gedəcəksən, səndə alınacaq və Freud Fransaya yollandı. 1880-lər dönəmində Fransaya yollanır və orada Şarkonun məktəbinə qoşulur. Və daha sonra nə baş verir? Şarko məktəbinə daxil olur və bu onun, belə deyək, bir dönüş nöqtəsi olur əslində. Çünki, hipnozla bağlı olan o get-gəllər, kim düzdür, kim səhvdir, necə olunur? Hipnozun dərsini alsa da, amma yenə də bununla yetinmir və, hipnozla əslində çox yüngül, səthi yanaşmadı deyir. Səthi şəkildə biz bir insanın problemlərini həll edə bilərik deyir və daha sonra isə elə gəlir yavaş-yavaş psixoanalizə. Dediyin kimi elə 1880-lərdə Şarko ilə tanış olur Tibb Universitetində və hipnozu öyrənməklə yanaşı, eyni zamanda hipnozun, səthi təsir olduğunu, bir insanın problemlərinə terapiya metodunda səthi təsir olduğunu iddia eləyir və burda artıq, psixoanalizə giriş burdan başlayır və Freudin demək olar ki, dönüş nöqtəsi elə burdan başlayır. Hipnoterapiya dərslərini alır və daha sonrasında, hipnoz terapiya vasitəsilə, isteriyanın, induksiya, problemlərinin aradan qaldırılmasını iddia eləyir və bununla artıq yeni bir, termin ortaya çıxır. O dönəmdə Fransada Şarkonun o məktəbində o isteriyadan əziyyət çəkən xanımlar gəlir. İsteriyadan əziyyət çəkən həmin o xanımları Şarko orada hipnoz edirdi. Və hətta bir çox insanlar iddia edirdi ki, bu bir, səhnədir, bu bir tamaşadır, qurulmuş bir oyundur. Ora hansısa bir qadını Şarko çıxardır, o özündən gedir, keçinir, yəni belə deyək də hipnoz etdikcə, yəni həmin o qadınlar özünü itirir və isteriya, yəni buna heç kəs inanmırdı. Buna bir, saxta bir oyun gözündə, bir belə deyək, tamaşa gözündə baxırdılar, amma bu Freudin diqqətini çox çəkmişdi həqiqətən. Daha sonra isə isteriyadan əziyyət çəkən, bir çox pasiyentləri, xüsusən də xanım pasiyentləri həmin bu, yəni bu problemlə olan insanları psixoterapiya etməyə başlayırdı ki, həmin o dövrlərdə, daha sonrakı illərdə Joseph Breuerlə onun bir çox yazıları oldu. Joseph Breuerlə isteriyadan əziyyət çəkən bir çox pasiyentləri həmin o tarixdə o Anna, adı ilə məşhur olan həmin o Annanı bir yerdə onlar,
Əvvəl Freud hipnozla müalicə aparır, daha sonra isə Joseph Breuerə ötürür. O dönəmlərdə ikisinin birlikdə isteriya haqqında yazdıqları bir məqalələri daha sonra isə bir kitab şəklində bir işıq üzü görür. Breuerlə birgə müştərək işlədiyi həmin o Annanın taleyi necə oldu? Breuer belə deyək, Anna ilk olaraq Freudun pasiyenti olur və hətta bir çox yazılarda bəlkə sən də rast gəlmisən ki, ilk olaraq həqiqətən də bu haqqda çox danışılmır, amma bir çox rus mənbələrində və xarici ədəbiyyatlarda mənbələrdə rast gəldiyim bir şey var idi ki, ilk olaraq ona xoşlanması olur Freudun özünün. Daha sonra isə o Breuerə onu ötürür və Anna ilə Breuer arasında böyük bir aşk macərası, bir eşq macərası yaşanır. Freudun o qırılmaları da olur. Niyə məhz mən yox deyil də, yəni Breuer'i seçməsi? Bax bu da onun yəni hardasa bir balaca onda bir ki həmin o dönəmlərdə 28 yaşında bir gənc olur. Hələ də yazılarında misal olaraq o bakirliyini qoruyurdu yəni. Hələ də, yəni o yaşa çatıb öz bakirliyini qorumuşdu. 28 yaşında artıq o ailə qurur və ailə qurana qədər həyatında heç bir zaman cinsi bir münasibəti olmayıb. İlk münasibəti onun xanımı ilə Marta Bernaysla birgə olur onun cinsi münasibəti və fikir versən hər zaman da yazılarında libidinal enerjidən danışır. Seksual istəklərdən, bastırılan duyğulardan və insanın bir hətta o Karen Horney ilə onun çatışması da yəni onun üzərində olur ki, yəni nəinki Karen Horney, digərləri ilə də. Ki yəni o iddia edirdi ki, insan bastırılan duyğular üzərində, istəklər, libidinal enerjidən ibarət olan bir varlıqdır. Nə qədər ki bastırır, nə qədər ki o cinsi istəyini, seksual enerjisini bastırır, bir o qədər də onda nevroz çoxalır. Bunu iddia edirdi. Amma digərlərindən fərqli olaraq. Yəni digərləri isə məsələn Karen Horney başqa deyirdi. O deyirdi ki, tamam bu düzdür, amma bir insan təkcə libidinal enerjidən, seksual enerjidən ibarət deyil. İnsan sosial və kültürel bir varlıqdır. Biz onda belə deyə bilərik ki, Freud özündəki cinsi münasibəti bastırıb, cinsi münasibəti yaşaya bilməyib və daha sonra bunu insanlara yanlış formada təlqin edib. Bəli. Yəni libidodan çox danışırdı. Bəs bayaq dedik, Edip kompleksdən çox danışırdı. Elektrokompleksdən danışırdı, nevrozların kökündə, hətta uşaqlıq travmalarına gedib çıxırdı. Yuxu yozmalarının kökünə də baxanda elə məhz onlardan, yəni o bastırılmış cinsi istəklər, seksual istəklər, misal olaraq həyatda bir cürədirsə, yuxuda tamam başqa cür təzahür edirdi. Tutaq ki, yuxu yozmalarına girsək, lift, misal olaraq pilləkənlər bizim üçün burada bir cürədirsə, yuxuda tamamilə başqa cür idi. Qorxu ilə, təşvişlə, yüksəlişlə, enişlə, qalxma ilə assosiasiya olunurdu. Yəni insanın hansısa bir istəkləri, real həyatda olanlar aşkara çıxara bilmədikləri arzu istəkləri yuxuda obrazlı şəkildə, yuxuda daha doğal olaraq üzə çıxırdı. Yəni Freud əslində iddia edirdi ki, bir insan özünü analiz etmək istəyirsə yuxularına diqqətli olsun. Yuxularına fikir versin, hansı ki simvollar şəklində zaten üzə çıxacaq, özünü büruzə verəcək. Amma o simvolları o qədər gözəl şəkildə bilməlisən ki, bunun analizini aça biləsən. Bunu hər bir insan analiz edə bilmir. Bu simvolları aça bilmir. Bunun üçün də təbii ki də kim lazımdır? Mütəxəssis. Bəs yaxşı, bu qədər yuxu yozumundan danışıbsa, yuxunun gücündən danışıbsa və bizim bütün həyatımız yuxudan ibarətdir. Yəni bizim həyatımızdakı olan baş verən travmalar yuxuda öz təzahürünü tapır deyirsə, onda niyə yazıldığı anda sadəcə 350-dən çox satılmayıb, 350-yə qədər kitabı satılmışdı yuxu yozumu? Gözəl bir məqama vurğuladın Zəhra. Həmin dönəm üçün həqiqətən də onun kitabları o qədər də oxunmasa, o qədər də yəni baxılmasa, hətta onun nəzəriyyələri təkzib olunsa, onun nəzəriyyələri həqiqətən də rədd edilirdi, qəbul olunmurdu, hipnozdan danışmağı, ümumiyyətlə psixoanaliz qəbul olunmadığı bir dövrdə, o kitabların satılmaması davam etdiyi bir dövrdə yeganə bir mən deyərdim psixiatr idi ki, bir həkim idi, bir nevroloq idi ki, hər zaman qapısının önündə bir növbə olurdu.
Bu gün onun ev muzeyinin qarşısında həmin növbə var. O qədər insanlar onun evinin qarşısında növbə gözləyir. Eynilə də zamanında dövrünün ən bahalı bir psixiatrı sayılırdı, bir psixoloqu sayılırdı və həmin dövrdə ən bahalı alimləri, həkimləri, ictimai xadimləri, hətta bilirsən ki, Hitlerə qədər, nə qədər qəribə də səslənsə, onun pasiyenti olmuşdu ki, evində bir şəkil var, həmin şəklin arxasında Adolf Hitler yazırdı. Yəni onun Freydə hədiyyə etdiyi bir rəsm idi. Bayaq bunu dedin ki, cinsi istəkdən əziyyət çəkib, cinsi istəyi olduğu halda yaşaya bilməyib və bəzən də buna qarşı çıxıb və daha sonra 33 yaşında evlənib, evləndikdən sonra 6 uşağı dünyaya gəlib və bu 6 uşağının dünyaya gəlməsi cinsi münasibəti basdırdığının göstəricisi ola bilər. Cinsi münasibəti bastırıb, istəyib yaşaya bilməyib, daha sonra bastırılmış duyğular üzə çıxıb və daha sonra 6 uşaq dünyaya gəlib. Nədənsə daha sonrasında yoldaşı ilə yataqlarını ayırıb. Bunun səbəbi uşağın, daha sonrakı uşaqların dünyaya gəlməməsi idimi, yoxsa artıq cinsi münasibəti bastırıb birdən-birə daha çox yaşayıb və bunu artıq yaşamaq istəmirdimi, bezmişdimi? Freyd o dönəmlərdə abort, belə deyəcəm, və qoruyucu vasitələrə qarşı idi. Qəbul etmirdi bunları və sən də dediyin kimi həqiqətən də öz yataqlarını yoldaşı ilə, xanımı ilə ayırmışdı. Onun həyat yoldaşı Marta Bernays əkiz tayı var idi xanımın. Həmin o xanımla çox gözəl bir münasibət yaşamışdı Freyd. Yəni həyat yoldaşının bacısı ilə bir münasibəti vardı. İddia edirdi ki, həqiqətən də Marta ilə yaşaya bilmədiklərini Berta ilə yəni yaşayır. Onunla həm dost münasibəti vardı, bölüşə bilmədi. Çünki əslində onun xanımı çox soyuqqanlı, sakit, daha çox ailəsinə bağlı, uşaqları ilə hər gün məşğul olan, belə deyək də, yəni Freyddən fərqli bir insan idi. Tamamilə fərqli bir insanlar idi. Və bastırılan duyğular həqiqətən də o libidinal enerji, mən bayaq da vurğuladım. Freyd əslində istər Edip olsun, istər müdafiə mexanizmləri haqqında, istər sərbəst assosiasiyalar haqqında danışırdı. İstərsə də onun həqiqətən də insanın libidinal bir varlıq olmasının hər birinin özü ilə bağlayırdı. Çünki bütün nəzəriyyəçilərin hər biri özündən yola çıxaraq həmin o nəzəriyyələri irəli sürmüşdü. Və yataqları ayırmaq da əslində bayaq da dediyim kimi həmin o qoruyucu üsullara əks olması və yəni o düşünürdü ki, əgər bir hamiləlik baş tutubsa, yəni bu uşaq dünyaya gəlməlidir. Bunu iddia edirdi. Yəni ki, aborta əks idi yəni. Yəni buna qarşı olduğunu bildirmişdi, iddia etmişdi. Və hər bir övladının, 6 övladı vardı və hər bir övladının da adını öz müəllimlərinin, öz dostlarının adını qoymuşdu. Hansı ki, elə biri də Şarkonun adı ilə yəni adlandırmışdı. Hər bir 6 övladı və ən son beşiyini də Annanı hər kəsdən daha çox sevirdi. Sanki ona daha bir özən göstərirdi və düşünürdü ki, Anna onun yolunu gedəcək. Doğrudan da belə oldu yəni. Daha sonraki illərdə Anna da psixologiyaya gəldi. Düzdür, həmin o illərdə çox çətin bir dönəmlərə düşdü. Nasistlərin Avstriyaya belə deyək, basqını, yəhudiləri sıxışdırmaları, o təhsil, Freydin Viyanadan köçməsi, çox yəni həqiqətən də həmin o dönəmlər onun üçün ağır dönəmlər idi və Anna öz təhsilini də davam elətdirdi. Daha sonra isə Anna özü də həmin o psixologiya məktəbinə qoşuldu. Daha sonra isə Anna təhsil alıb bitirdikdən sonra özü də həkim, psixiatr olaraq çalışdı. Freydin bir çox, yəni belə deyəcəm, həmin dönəm üçün həmin o psixologiya assosiasiyası, həmin o böyük bir məktəbi yaratması, o dövrdə həmin o məktəbə qoşulan o möhtəşəm dahi şəxslərin, insanların, yəni istər Alfred Adler olsun, istər Carl Gustav Jung olsun, hər biri ilə görüşləri, Karen Horney ilə görüşləri, hər biri bir tarix, bir əfsanədir, öz əfsanəsini qorub saxlayır. Ki o dönəmlərdə də, yəni daha gerilərə qayıdıb gəlsək, Carl Gustav Jungun da həyatına baxsaq, bir sonraki verilişdə düşünürəm ki, bu barədə daha geniş danışarıq, amma qısa olaraq Sabina adlı Yahudi, Rus yarı Yahudi kökənli bir xanımın müraciətləri,
Zürixdə Junqun cavan bir bəy olaraq, bir şəxs olaraq, yəni onun çalışması və onun üzərində tədqiqat aparması, daha sonra isə onu Freydlə bir müştərək olaraq işləməsi, həmin o dönəmlər həqiqətən də Freyd üçün onun tələbələri, onun yolunu keçən, psixoanalizə maraq göstərib, daha sonra isə öz məktəbini yaradan həmin o dahi şəxsiyyətlərin dönəmi başlayırdı. Freyd, bu qədər psixologiyaya, nevrologiyaya bu qədər töhfələr verib, və biz hələ də onun müdafiə mexanizmləri olsun, ümumiyyətlə, onun irəli sürdüyü, terapiya metodlarından istifadə edirik. Amma yenə də Freydə qarşı çıxan bir kütlə var və bu gün də, Freydə qarşı çıxan bir kütlə var. Niyə daha çox onun terapiya metodlarından istifadə etdiyimiz halda ona qarşı çıxmağa çalışırıq? Çünki açıq, aşkaranə olaraq cinsəlliyi vurğulayırdı. Çünki, libidodan çox danışırdı. Çünki seksual enerjini qabararaq üzə çıxardırdı. Bayaq çox gözəl vurğuladın, kokain istifadə edirdi. Daha sonra isə morfinə keçmişdi. Özü də 32 dəfə damaq, operasiyası əməliyyatı keçirtmişdi və, kokain istifadə eləyirdi. Düzdür, kokain fiziki asılılıq yaratmasa da, amma bir psixoloji asılılıq yaradır. Freyd bunu istəyərəkdən etməmişdi. Təbii ki də həmin illərdə damağın xərçəngindən əziyyət çəkirdi. Hətta artıq onun protezi yox idi. Ona dişləri yox idi. Yerində bir protez var idi və orada həqiqətən də damaq. Çünki tənbəkidən, tütündən çox istifadə edirdi. Hədsiz dərəcədə çox istifadə edirdi və damaq xərçəngindən çox böyük bir əməliyyatla 32 dəfə həmin o əməliyyatı keçirmişdi. Və Hətta o seksual enerjini danışdığına görə, onu daha çox basqıladığına, vurğuladığına görə dönəmin kilsəsi belə onu lənətləmişdi. Yəni homoseksualizmə normal baxdığı üçün, yəni bu gün təbii ki də biz baxsaq, DSM-dən belə homoseksualizm çoxdan çıxarılıb. O dövr üçün Freyd bunu danışanda kilsə onu lənətləmişdi ki, yəni sən homoseksualizmi dəstəkləyirsən, homoseksualizmə adi bir şey kimi baxırsan, bunu bir xəstəlik olaraq qəbul etmirsən, normal qəbul elədiyi üçün təbii ki də cəmiyyət onu normal qəbul edə bilməzdi. normal qəbul edə bilməzdi, çünki onun evində də homoseksuallıq olan bir insan olub. Onun da qızı, homoseksuallıqdan əziyyət çəkib və buna görə də öz qızına bağlı olduğuna görə, onun qızı hər zaman Anna deyirdi ki, mən, Freydin davamçısıyam, onun ruhunun varisiyəm və homoseksuallıq onda olduğu üçün və, ilk başqalarında bəlkə də olsaydı Freyd yargılayardı. Bəli. Amma öz evində, öz qızında baş verdiyinə görə bu problem, ona görə bəlkə də daha rahat baxıb, bu ola bilən bir prosesdir deyə bildirib. Və bəli, düzdür, bunların hər birinin nə qədər, yanaşsa da, düzgün şəkildə, adi bir şəkildə baxsa da, gündə 20 siqar çəkməsi, kokainlə məşğul olması, bu özü belə göstəricilərdəndir ki, qəbul etdiyi halda qəbul etməyib bəzi prosesləri. Və artıq ömrünün sonlarına yaxın məni bu əzabdan, qurtarın, morfini artırın. Mən, onun dozasını artırmaq üçün həkiminə hətta yalvarıb ki, morfini artırın ki, mənim artıq bədənim buna tab gətirmir. Bu onun göstəricisidir ki, Freyd nəinki psixoloji olaraq, eyni zamanda realist olaraq, ağrılarına dözə bilmədiyi üçün həm fiziki, həm psixoloji realist olub. Yəni bunu, heç kim günahlandırmayıb. Bir çox, mənbələr, onun özünün də homoseksualizmdən əziyyət çəkdiyini yazırdı. Bunun nə dərəcədə doğru olduğunu, deyə bilmərəm. Çünki bəzi dahi şəxsiyyətlər var ki, onlar bizim üçün dahi olaraq qalır. Onların, məktəbini keçirik, onların yolunu gedirik, amma, bu da mənbələrdir. Yəni xarici ədəbiyyatların yazdığı mənbələr. Şarko məktəbini, onun bir, tələbə yoldaşı Von Fleschl-la, yəni keçdiyi və hətta ilk münasibətinin Von Fleschl-la olduğunu da iddia edirdi, yəni bəzi mənbələr. Amma bunun yenə də nə dərəcədə doğru olub olmadığını, təbii ki, sübuta yetirib deyə bilmərik yəni. Bəlkə də, bir cümlə işlədir, deyir ki, bu qədər illər yaşadım, bu qədər, həyatda şeylərlə qarşılaşdım, amma yenə də qadınların nə istədiyini, anlaya bilmədim. Və, çox qəribədir ki, Zəhra sözün qüvvəti onun həmin dönəmlərdə Annaya nə qədər elçilər gəlir, Anna üçün nə qədər gözəl yerlərdən taliblər çıxsa da,
Freud hər zaman hər birinə yox deyir. Çünki emosional olaraq Anna ilə evli olub bəlkə də. Sevgilisində yaşaya bilmədiyi sevgini Annanın üzərinə köçürüb. Elə sonlara yaxın Sigmund Freudin məşhur cümləsi ilə bitirmək istəyirəm bu verilişi. O belə bildirirdi ki, psixoterapiya bir insanın hekayəsini başqasına danışması və daha sonra həmin hekayəni dəyişməyə çalışmasıdır. Bu cümlənin içərisində Freud bizə hansı mesaj ötürür? Eynən bizim terapiyada istifadə etdiyimiz metod kimi. Yəni pasiyent gəlir, öz hekayəsini danışır və hekayəsini danışdıqca harda səhv etdiyini, harda düz etdiyinin fərqinə varır, fərqindəliyi artır və daha sonra elə özü həmin o probleminə çıxış yolu, həll yolu tapa bilir. Belə, bu gün də bir psixanalizin daha sonuna gəldik. Növbəti verilişlərdə görüşmək ümidi ilə.